11 iyun 2026 tarixi Azərbaycan vaxtı ilə saat 02:50 radələrində olan son peyk məlumatların təllərinə əsasən, hazırda Dağlıq Şirvan ərazisində Qobustan Mərəzi ərazilərindəki topa yağış buludlarının yaxın dəqiqələr ərzində Abşeronun şimalından Sumqayıt istiqamətindən keçməsi gözlənilir. Nəticədə Sumqayıtda qısa müddətli şimşək və lokal yağış potensialı var. Bu barədə yenilənmiş məlumatların təlləri əsasında son dəqiqə məlumatları kanalda yayımlanacaq. Eyni zamanda qonşu Gürcüstan arasında formalaşan güclü supersel buludu hazırda Qazax, Ağstafa, Tovuz, Şəmkir, Daşkəsən, Gədəbəy rayonlarının ərazisinə doğru yaxınlaşır. Yaxın saatlar ərzində Gəncə, Qazaxda, Daşkəsən, Gədəbəyli və Böyük Qafqazın Balakan, Zaqatala, Şəki, Qax, Oğuz, Qəbələ, Mingəçevir və ətraf rayonlarda hava şəraitinin yenidən kəskin dəyişilməsi, lokal dolu, lokal leysan prosesləri, eyni zamanda prosesin qısa müddətdə güclənməsi nəticəsində dolunun diametrinin iri dənəli yağması potensialı var.